Üzeyir Hacıbəyli 140 bu bütün Azərbaycan musiqiçiləri üçün əlamətdar bir tarixdir, ildir və biz çox xoşbəxtdik. Mən onu vurğulamaq istərdim ki, çox xoşbəxtdik ki, biz Qarabağ torpağında, Qarabağda, Xankəndidə və bu Qarabağ Universitetinin Sənət Fakültəsində Üzeyir bəy haqqında bir daha danışmaq imkanı əldə etdik. Bir daha onun işığına toplaşdıq və bizim Azərbaycan tarixi üçün, mədəniyyəti üçün çox mühüm məsələləri gündəmə gətirdik. Şəxsən mənim üçün bu tələbələrlə ünsiyyətdə olmaq, onların o gözlərini görmək, onların bu mövzuya marağını sezmək olduqca belə böyük bir dəyər kəsb edirdi və biz həqiqətən də bu tədbiri gerçəkləşdirən bütün təşkilatçılara öz minnətdarlığımızı bildirmək istərdik. İlk növbədə Azərbaycan Mədəniyyət Nazirliyinin o metodiki ixtisasartırma kabinetinin bütün işçilərinə. Bugün elmi praktiki seminar keçirildi və bu seminarın keçirilməsi də bəlli ki, Azərbaycanın pedaqogikasında, musiqi təhsilində ümdə rolu olan Üzeyir Hacıbəylinin 140 illik festivalı çərçivəsində baş tuturdu və festivalın çıxış məruzə nitqlərindən biri bizim dəyərli musiqişünasımız, professor, Bakı Musiqi Akademiyasının professoru Zümrüd xanım Dadaşzadənin nitqindən qulaq asmaq hər birimiz üçün çox önəmli idi. Ümumiyyətlə, Zümrüd xanımın bütün çıxışları özünün fərqliliyi, özünün ümdəliyi ilə seçilir və hər bir çıxışında müxtəlif məqamlara toxunmaq, yenilikçilik aspektini aşkarlamaq bizim üçün çox maraqlı idi. Bütün tələbələr adından, bütün həmkarlar adından bugünkü çıxışa görə Zümrüd xanıma təşəkkürümüzü bildiririk və bu layihənin dəstəklənməsi yolunda əlimizdən gələni etməyə hazırıq və daim hər birinizi Xankəndidə, Qarabağ Universitetində gözləyirik.